Nigar, bu günləri bax, Vasif deyir ki, o trenddə olan müğənnilər tarixdə qalmayacaq. Sən nə düşünürsən? Sənət olaraq tarixdə qalmayacaqlar. Adları qalacaq ki, filan kəs filan mahnını oxumuşdu. Nə vaxtsa. Səncə 30 ildən sonra yada düşəcəkmi? Qocaların yadına düşəcəklər də, amma gənclər bu günlər fikir verirsiniz, hələ də Şövkət Ələkbərovaya qulaq asılır. Hələ də Rəşid Mehbudoğlu'na qulaq asılırlar. Mən, məsələn, bizim ailəmizdə var, 12-13 yaşında oğlan uşaqlardır, Şövkət xanımın əsərlərinə qulaq asırlar və onlardan onlar zövq alırlar. Bu çox sevindirici bir haldır. Sənətlə tarixdə qalmaq lazımdır. Mən düşünürəm ki, bəzən nələrisə qurban vermək lazımdır. Gözəl bir şey istəyirsənsə qurban tələb eləyir. Və qurban vermək üçün də ürək lazımdır, səbir lazımdır, dözüm lazımdır. Amma bilirsən ki, oradan sənə xeyir gələcək. Sənət də bunu sevir. Mən pul arxasıca qaçmamışam. Mən bu yaxınlarda, hələ ki o veriliş efirə getməyib, bu yaxınlarda verilişlərin birində də sual verdilər. Mən dedim ki, dəyərli xanəndəmiz Kamilə xanımı salamlayıram. Məsələn, Kamilə xanımı misal gətirə bilərəm ki, mən tədbirlərə 2011-ci il muğam müsabiqəsindən sonra, baxmayın da 3-cü yer qalibi filan, biraz səsdə olan güclük, fərqli muğamları oxumağım filan, bunlarla çox seçilirdim. Toyların dayanmadan gələn vaxtı və mən toyları o vaxtı danışanda ev gələrinin bir şərtlə beh götürürdüm ki, mənim tədbirim olsa, mən sizin ürəyiniz istəyən, sizin zövqünüzə uyğun olan bir müğənnini məsləhət biləcəm, siz seçəcəksiniz, məni o toyda əvəz eləyəcək və dəfələrlə çox sağ olsun, təşəkkür edirəm ki, Kamilə xanım məni əvəz eləyib, yəni elə toy olub, mən onu əvəz eləmişim, burada pis heç bir şey yoxdur ki, Kamilə xanım sevilən səslərdəndir ki, bir neçə müğənni içində Kamilə xanım seçilib. Mən o şərtlə həmişə toydan beh götürmüşəm və mən bu günləri villalar qazanmamışam, amma sənətimi qazanmışam. Amma tədbirlər, möhtəbər tədbirlər qazanmışam. Çünki mən puldan imtina eləmişəm. Puldan imtina eləyərək sənətimi seçmişəm, sənətimi sevmişəm. Və haradakı həqiqət sevgi var, həqiqi sevgi varsa, o bəhrəsini verəcək. Mütləq şəkildəki bəhrəsini verəcək ki, gənc yaşımda, mənim artıq 37 yaşım var, mən 28 yaşında Cumhuriyyətimizin 100 illiyi günündə əməkdar artist adına layiq görülmüşəm. 28 yaş, bilirsiniz nə deməkdir bu? Hamısı niyə tədbirlər, heç vaxt imtina eləməmişəm, yox deməmişəm və mən bildirməmişəm ki, mənim toyum var, mən toya getməliyəm. Amma ehtiyacın olub toya. Ki, bu günləri söhbət qaldıranlar, söz qaldıranlar, hansı ki, ehtiyacım olmayan kəsib ailənin qızı olmuşam. Bugün söhbət qaldıranlar, söz qaldıranlar tədbirə vaxtları olanda okey verirlər, razılıq verirlər. Sonra da tədbir davası deyirlər.